İsrail və İran arasında gərginlik artdıqca bu qarşıdurmanın Azərbaycana mümkün təsirləri də gündəmə gəlir. Məsələ yalnız regionda sabitliyin pozulması ilə məhdudlaşmır. Söhbət həm də İranda yaşayan 40 milyona yaxın soydaşımızın taleyindən gedir. Qafqazifoya daxil olan xəbərə görə Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda Azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib. Globalinfo bazıqa danışan ekspert Ləşar Bayramov bildirib ki, İsrail və İran arasında yaşanan qarşıdurma bir sıra səbəblərə görə bizi dərindən narahat edir. Heç ona görə yox ki, İsrail Azərbaycan üçün tərəfdaş, İran isə qonşu dövlətdir və bu iki ölkənin müharibə vəziyyətində olması hər iki tərəflə həyata keçirilən layihələri təhlükə altına qoyur. Həm də ona görə ki, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzun müddətli, geniş miqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Bu isə öz növbəsində ölkəmiz üçün ciddi humanitar problem yarada bilər. Bunların yerləşdirilməsi, ərzaq və başqa zəruri vasitələrlə təmin edilməsi Azərbaycan üçün istər-istəməz əlavə çətinliklər doğuracaq. Bu baxımdan hazırda bizim üçün ən vacib məsələ cənubdakı soydaşlarımızın təhlükəsizliyidir. Məlumdur ki, İsrail tərəfi Təbriz və başqa Azərbaycanlıların yaşadığı şəhərlərə də hava hücumları təşkil edir. Düzdür, bu hücumların hədəfi hələlik hərbi obyektlərdir. Ancaq bu da soydaşlarımız arasında təbii olaraq ciddi narahatlığa səbəb olur. Düşünürəm ki, İsraillə münasibətlərimizdən istifadə edərək İranda Azərbaycanlıların şəhərlərinin hədəfə alınmaması ilə bağlı müəyyən addımlar atmaq mümkündür. Əgər bu baş tutmasa və nəticədə ölkəmizə qaçqın axını baş verərsə, o vaxt soydaşlarımıza qucaq açmağa hazır olmalıyıq.